icazə verirsə Azay müəllimə çox konkret belə bir sual verəcəm. Seçki öncəsi, bax bizimlə də söhbətlərimizdə verdiyiniz proqnozlar və yaxud da müəyyən bir planlar var idi. Onların neçə faizi sizcə həyata keçdi və nə prosesləri siz gördünüz və indi nələri gözləyək? Buyurun. Çox sağ olun Həkim müəllim. Seçki qabağı təbii ki, Azərbaycan ictimai rəyində bir fikir hakim idi ki, Paşinyanın rəhbərlik etdiyi partiya qalib gələcək. Bunun üçün də bizim kifayət qədər əsaslarımız var idi. Bilirsiniz ki, Paşinyan konkret bir şüarla getmişdi. Ya müharibə, ya sülh. Yəni cəmiyyəti konkret o dilemma qarşısına qoymuşdu. Sülh tərəfdarları Paşinyana səs verməli idi. Müharibəni seçənlər isə onun özünün də obrazda adlandırdığı üçbaşlı müharibə əjdahasına səs verməli idi. Və proqnozlar özünü doğrultdu. Biz zaten bilirdik ki, son 4 ildə Azərbaycanın sülh gündəliyyi ilə bağlı həyata keçirdiyi işlər öz nəticəsini verməli idi, verdi də. Söhbət əlbəttə ki, ilk növbədə sülh sazişinin mətninin paraflanması və ondan sonra konkret Azərbaycan tərəfindən normallaşma prosesi istiqamətində atılan addımlar təbii ki, Paşinyan üçün əsas istifadə etdiyi argumentlər oldu və obrazda isə əsas kozru ondan ibarət idi ki, baxın, biz Azərbaycandan sülhə nail olmuşuq de facto və biz istəmirik ki, bu əldən çıxsın. Ona görə də revanşistlərə münasibətdə, ona görə də bilirsiniz ki, məhz Paşinyan çox kəskin bir mövqe tutdu və dedi ki, Qarabağ klanı tamamilə aradan qaldırılmalıdır və onun kökü kəsilməlidir. Qarabağ hərəkəti ümumiyyətlə səhv idi və yaxud və s. Ona görə də proqnozlar, yəni prinsip etibarilə irəli sürülən formada həyata keçdi. Və burada əlbəttə ki, Azərbaycanın oynadığı rol, Azərbaycanın həyata keçirdiyi işdə əsas mən deyərdim ki, aşar rolu oynadı və Paşinyan da bundan çox məharətlə istifadə etdi. Hazırki vəziyyət, təbii ki, orada indi gözlənilməyən nə idi? Gözlənilməyən nisbətən az proqnozlaşdıran o idi ki, Karapetyanın rəhbərlik etdiyi partiya, şəxsən mən gözləmirdim bu qədər çox səs toplasın. Son vaxtda əlbəttə ki, məlumatlar daxil olurdu ki, Rusiya artıq 100 minə yaxın erməni əsilli vətəndaşları Rusiyadan seçki günü Ermənistana gətirəcək və səs vermədə iştirakını təmin edəcək. Bu görünür, bu fakt öz rolunu oynadı. Yəni 100 min olmasa da hər halda 10 minlərlə Ermənistan vətəndaşının hansı Rusiyada işləyir, çalışır. Onları gətirib səs vermə məsələsi, səs vermədə iştirakını həll etdi. Görünür, bu qaçırılmaz bir faktordur. Digər bir məsələ, mən burada bir maraqlı bir faktor demək istəyirəm ki, ATƏT-in açıqladığı son deməli hesabatda qeyd olunur ki, indi ad çəkilməsə də, yəni Qarabağın adı çəkilməsə də, əvvəl qaçqın olmuş, sonradan Ermənistan vətəndaşlığını qəbul etmiş 20 mindən çox erməni seçici siyasətinə daxil edilib. Bax, o da var. Plus, üstəgəl, hətta dedi ki, 6 mindən yaxın eyni qəbildən olan müraciət də baxılmayıbdır. Görünür, artıq Paşinyanın hökuməti gözəl bilirdi ki, 6 min səs də çox təsir edici. 39 mindən artıq müraciət olunur. Bəli. Onların verdiyi statistik rəqəmlərə görə. Bəli, 20 min konkret qeydiyyata alınıbdır, 6 min isə qeydiyyatda imtina olunubdur. Yəni, 20 min rəqəmi prinsip etibarı ilə səslərə kifayət qədər təsir edə biləcək bir rəqəmdir. Yəni, bu görünür ki, 29 yer almasına, Karapetyanın 29 yer almasına təsir etdi, köməyi oldu və eyni zamanda əlbəttə ki, Koçaryan da partiyasının səsini nisbətən artırması keçən deməli seçkilərin münasibətdə bu biraz o qədər də gözlənilən məsələ deyil. Amma bir şeyə biz baxaq. Deməli, seçicilərin siyasətindən baxsaq 2 milyon 507 min seçici var idi siyasətdə. Onlardan 1 milyon 470 minə yaxını, yəni 58% gəldi, iştirak etdi. Bunların da 730 mini təxminən də səs verdi Paşinyana, 400-500 min civarında isə səs verdi digər 3 partiyaya. Yəni, yerdə qalan təxminən 1 milyondan çox, 1 milyon 31 milyon 40 nəfər seçici seçkiyə gəlmədi. Amma buna baxmayaraq, mən sizə verirəm ki, birinci əlbəttə ki, Paşinyanın partiyasının qələbə çalması bu çox müsbət bir haldır. Bu təkcə Ermənistan üçün deyil, bütün region üçün müsbət bir haldır. Amma yenə də 41 yer parlamentdə
həmin o müharibə partiyalarının qazanması hesab edirəm ki, Paşinyan üçün çox ciddi bir problemdir və nəzərə alsaq ki, Paşinyan konstitusiyon çoxluğa da malik ola bilmədi. 64 yeri var, düzdür, o 5də 3 deməli, tərkibi əldə etməklə həm hökuməti qura biləcək, həm də vacib dövlət qurumlarına, baş prokurorluq, Mərkəzi Seçki Komissiyası, Ombudsman, yaxud da Konstitusiya Məhkəməsinin hakimləri kimi vacib dövlət postlarına deməli, öz namizədlərini təyin etdirə biləcək. Amma istənilən halda bizim üçün açar məsələ olan konstitusiya dəyişikliyə getmək üçün, referendum keçirməsi üçün tələb olunan 3-dəki səsə sahib olmayacaq. Bu bizim üçün ən ciddi problem idi və açığı bir çoxları düşünürdü ki, məhz konstitusiyon çoxluğa sahib ola biləcək. Çünki indi birisi dilemma yaradıb. Dilemma yox, daha doğrusu bir pat vəziyyəti yaradıb. Bir hüquqi bir çıxılmaz bir nöqtəyə gəlib çıxıb Paşinyan hökuməti necə edəcək ki, 70 səsi əldə etsin. Çünki birisi 3-dəki səs əldə etmək üçün, yəni referendumla bağlı qərar qəbul etməsi üçün 6 səs çatışmır. Bəli. Bu 6 səsi necə alacaq? Karapetyanla, təbii ki, Robert Koçaryanla əməkdaşlığı tam istisna etmək lazım. Çünki bu sırf revanşist. Burada iki sual yaranıb məndə. Azər mənbə, bu sualı xahiş eləyəcəm, cavab verəsiniz. Bir, bundan öncəki parlamentdə Koçaryan və Sarkisyan tərəfdarları, yəni o partiyaların birliyi yox idi və müxalifət parçalanmış vəziyyətdə idi. Bu dəfə Karapetyanla Koçaryan birləşə bilərmi? Bir. İkincisi də mən çox təhlükəli saydım. Avropa İttifaqının rəhbərinin təbrikində belə bir söz var idi Paşinyana yönəlmiş. Məxməri inqilabın ruhu yaşayır. Sizin qələbəniz onu göstərir ki, məxməri inqilabın ruhu yaşayır. Bu mesaj çox ciddi mesaj hesab edirəm. Və bu həm də təhlükəlidir. Bizə də, regiona da və ümumiyyətlə proseslərə də. Bilmirəm, indi siz bunu bu qədər, ola bilər mən panikaya düşmüşəm bu sözdən. Ümumiyyətlə, o məxməri inqilab sözü gələndə məndə panika yaranır. Çünki onun acılarını çox görmüşəm. Amma bu Soros'un çox şey oxşuyur bir-birinə. CNN-in bizim əleyhimizə yazdığından tutmuş bu açıqlamada bir, bilmirəm, paralel aparmaq ola bilər, konspirologiyaya varıram, amma nəsə mənə çox oxşar notlar gəlir. Deməli, Elçin bəyəm, sualınızın birinci hissəsi, yəni 2021-ci ildə keçirilən seçkilərdən sonra digər 4 partiya, indiki deməli tərkibdən fərqli olaraq 4 partiya daxil olmuşdu. Sarkisyanın, Koçaryanın, bir də Sarkoyanın rəhbər etdiyi partiya. Həmin dövrdə olan seçkilərlə indiki seçkilər arasında böyük bir fərq var. Bu fərq nədir? Bu fərq sırf Ermənistanda keçirilən seçkilərin qlobal mübarizə məkanına çevrilməsidir. Açıq şəkildə 3 partiya Rusiyanın dəstəklədiyi partiya idi. Yəni Robert Koçaryanın, Karapetyanın və Sarkoyanın. Mən digərlərini demirəm, onlar zaten keçmədilər. Sarkoyan da keçmədi. Köynəkləri qaldı. 0,04% səs çatışmadı. Yaxşı ki, keçmədiyə gəlmişə, yoxsa o 61 səsi olardı Paşinyanın, indi 64 yəni mandat yeri qazandı. Amma indi bilirsiniz, artıq bunlar istər-istəməz Rusiya ətrafında, yaxud da Rusiya tezisləri ətrafında birləşiblər. Ona görə də bu dəfə onların ikisinin birləşmə ehtimalı çox yüksəkdir. Niyə yüksəkdir? Zaten ikisi də Moskvadan Kremlə idarə olunurlar. Amma Elçin mənim düşünür ki, onlar birləşməyəcəklər parlamentdə. İndi ümumi tezislə baxımı mən hesab edirəm ki, onlar birgə fəaliyyət göstərəcək. Birləşmə nəyə deyirsə, onlar rəsmi birləşisi deyirlər. Yox, qərarlarını səs vermənin əlbəttə, Paşinyana qarşı mübarizədə onlar birləşəcəklər. Bu bir mənalıdır. Amma burada bir açar nöqtə nədən ibarətdir? Paşinyan hansı yolları var referendum keçirilməsi üçün? Azər mənim düşünür ki, ümumiyyətlə seçki hələ başa çatmayıbdır və proseslər hələ başa çatmayıbdır. Amma burada bir məqam da var. Təbii ki, başa çatmayıb. Bülent bəylə indi ayrıca danışacağım bu mövzunu. Mən indi danışırıq bu konstitusiya məsələsində. Paşinyan deyə bilər ki, və deyəcəkdir də çox güman ki, çoxluq da yoxdur məndə, siz dediyiniz məsələ. Digər tərəfdən də, bax, mən konstitusiyada dəyişiklik, sülh gündəliyi ilə getdim, gördünüz, 50% də yığa bilmədim. Sabah konstitusiyanı da çıxarsam referenduma yığa bilməyəcəm. Gəlin belə eləyək də, biz kommunikasiyalar açaq, sonra 31-ci ildə bir də müzakirə eləyək. Desə nə olacaq? Və müxalifətdən deyəcək, var da parlamentdə o qədər, mən neyiniyim? Yox, şübhəsiz ki, indiki halda Paşinyanın siz dediyiniz argumenti irəli sürmə ehtimalı az deyil. Çünki fakt bundan ibarət. Amma bu ehtimal və bunun bu yanaşması təbii ki, bizim tərəfimizdən qəbul edilməyəcək. Əgər siz Türkiyənin də bəyanatına baxsanız, sonuncu bəyanatına nə dedi Türkiyə?
qeyd etdi ki, Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra biz tam normallaşma prosesindən danışa bilərik və sərhədləri aça bilərik. Düzdür, siyasətdə heç vaxt demə bir anlayışı var. Sabah hansı prosesdə baş verəcək, onu bərbaşdan demək olmaz. Və elə yeri gəlmişkən, Türk Dövlətləri Təşkilatının təsisçilərindən biri olan bu indicə mətbuata bir qəribə açıqlama veribdir. Bunun özü də mən siqnal sayıram. Bu da müzakirə olunmalıdır. Bilmirəm, indi Halil Akıncının fikirləri bu Paşinyanla bağlı, mesela konstitusiya dəyişikliyi ilə bağlı sanki bir yumuşalma var və hətta bizə də çağırış var ki, bəlkə bir şans tanıyaq, bəzi şeyləri açaq, proseslər başlasın. Bilirsiniz, indi bax, sizin dediyiniz birinci senari Ermənistan üçün ən arzu olunan bir senaridir. Zaten Ermənistan elə hakimiyyət, yəni seçkilərdən öncə deyirdi ki, nə problem var ki, onsuz da Konstitusiya Məhkəməsi buna baxıbdır. Hətta biz bunu bir çox şeylərdə müzakirə edəndə, məsələn, ATƏT və digər qurumlar deyir də, siz niyə narazısınız? Konstitusiya Məhkəməsi baxıbdır buna və artıq yazılı şərh veribdir ki, Azərbaycanla müqavilə, sülh müqaviləsinin bağlanmasına hər hansı bir maneə yoxdur Konstitusiyada. Və bunu gəlin elə edək də, onsuz da bu yoxdur və indi nəzərə alsaq ki, belə bir əlində bir dəstəvüz düşübdür, belə bir əsas düşübdür ki, mənim 6 mandatım çatmır və konstitusiyon çoxluğa malik deyiləm. Amma bilirsiniz necədir? Biz axı Ermənistanın və erməni xislətini yaxşı başa düşürük. Biz bilirik ki, bunu etməklə onsuz da o məsələlərdə ermənilərə biz tam güvənmirik və güvənməyimiz üçün əsas da yoxdur. Sabah hər hansı bir formada bu məsələdə problem yarada bilərlər. Ona görə də mənim subyektiv fikrim ondan ibarətdir ki, biz maksimum dərəcədə Türkiyənin bir yerdə biz bu gündəliyimizi, bu tələbimizi saxlamalıyıq. Və yəni, bizə kommunikasiyaların açılması, yəni yol lazım deyil, bizə koridor lazımdır. Tam olaraq, status baxımından. Elçin mənim, tam olaraq, vəziyyət tam olaraq bizim istədiyimiz formaya gəlməyincə, mən sizə deyirəm, bu məsələlərdə hər hansı bir güzəştə getməyi doğru hesab etmirəm və bu da olmayacaq. O ki, qaldı bir cümlədən deyim, o qruplar arasında bir məsələyə. Bilirsiniz, niyə mən deyirəm proses başa çatmayıbdır? Çünki siz də qeyd etdiniz. Ola bilər ki, bunlar hətta real olaraq baxsınlar ki, onlar parlamentdə iştirak eləməsinlər, Gürcüstan variantı olsun. Rusiya oradan hələ tanımaya bilər bu seçkinin. Zaten Rusiyanın verdiyi bəyanatı belə deyil. Hətta Peskovun verdiyi məlumatlar, siz niyə təbrik eləmişsiniz, deyir ki, biz niyə təbrik edək, o qədər qanun pozuntuları aşkarlanır ki. Yekun nəticəni gözləyirik. Yekun nəticəni gözləyək sonra. Amma indiyə qədər Elçin müəllim heç vaxt deməmişdi ki, yekun nəticəni gözləyin. İndiyə qədər 30 dəfə seçki olub da həmişə dəfə. Çünki indiyə qədər elə güclü deyil. Bəli. Yox, indiyə qədər bu qədər pəjmürdə olmamışdı. Yox, bu qədər narahat olmamışdı. Başqa bir faktor da var, çox üzr istəyirəm. İndiyə qədər tutaq ki, Rusiyapərəst qüvvələr Ermənistan parlamentində bu qədər yerə sahib olmamışdılar. Yəni, konstitusiyon çoxluğa sahib olmamışdı. Buna görə indi təzyiq imkanı var. Bəli, bu faktı nəzərə alaraq Elçin müəllim, mən düşünürəm ki, yəni Paşinyana qarşı hər iki qüvvənin vahid bir platformadan çıxış etmə etibarı çox yüksəkdir və zaten niyə yüksəkdir? Onlar sonunda elə bir mühit yarada bilərlər ki, təkrar seçki olsun. Azərbaycanla zaten narazı qalacaq, sülh gündəmi zədələnəcək və Paşinyanın indi topladığı o 57% səslə sonradan toplana bilməyəcək. Yəni ona görə uzaq perspektivdə 49%. Yox. Mən indi gəlmiş mandatı deyirəm. Yəni, seçkilərin sayı yox, 87% ümumi nəticəsi məndə. Anladım. Orada Azay müəllimin bundan bağlı bir fikrini eşidək. Bülent bəyin bu fikirləri əlbəttə ki, biz anlayırıq və bizim də ümumi istəyimiz odur ki, proses tez başa çatsın və normallaşma prosesi ümumiyyətlə yekunlaşsın, sülh müqaviləsi imzalansın. Amma mən düşünmürəm ki, bu ümumiyyətlə mümkün deyil ki, Azərbaycan başladığı işi yarımçıq qoysun. Yəni, biz əgər konstitusiya dəyişikliyi olmasa, bizə qarşı olan bu müddəa və torpaq iddiası aradan qaldırılmasa, biz bu yol açılsın, tırlar gəlsin ki, zaten 30 il idi, biz Türkiyədə bunu bağlamışdı, işğala etirazat eləmək olar. Düzdür, işğal aradan qaldırıldı, Azərbaycan bunu qaldırdı, amma mən düşünürəm ki, Azərbaycanla Türkiyə birgə fəaliyyət göstərəcək. Həm də burada ərazi iddia, həm də Türkiyə var. Bəli, hər bir məsələdə məsləhətli şəkildə həyata keçiriləcək işini və müəyyən yollar tapılmalıdır. İndi bu yolların bəzilərini mən deyə bilərəm, deyək ki, bu tarixdə də var, bu yeni bir şey deyil ki, müəyyən bir məqamda, lap belə digər partiya üzvləri ilə o 6 səsin əldə olunması üçün işlər aparılsın, bu və digər formada transferlər falanlar ola bilsin ki, olsun. Amma olmalıdır. Bu mütləq olmalıdır. Bu artıq Paşinyan hökumətinin qarşıdan duran bir vəzifədir. Digər bir tərəfdən, bilirsiniz, kilsə ilə bağlı Elçin müəllim, mənim mövqeyim nədən ibarətdir? Rusiya və kilsə ilə bağlıdır. Hər bir
siyasi qüvvənin ən həssas dönəmi seçki dönəmidir. Əgər bu seçkilərdə kilsə və Rusiya tərəfdarları qalib gələ bilmədisə və Paşinyan açıq şəkildə həm kilsənin üzərinə, həm o Qarabağ deyə dırnaqarası Qarabağ hərəkəti üzərinə getdisə və Rusiyanın daxili işlərinə qarışmasını açıq şəkildə ifşa etdisə, mənə belə gəlir ki, artıq indi çoxluq əldə etdikdən sonra, düzdür, konstitusiyon çoxluq olmasa da ən azı 5-də 3 hissəyə malik olduqdan sonra və hökuməti formalaşdıqdan sonra mən düşünmürəm ki, artıq onun əvvəlki o qayğıları tamamilə deməli, yəni qalacaqdır, yaxud da Paşinyan bundan daha çox ehtiyat edəcəkdir. Əlbəttə anlayıram ki, o pragmatik addımlar atmalıdır, maksimum çalışmalıdır ki, proses mərhəli şəkildə getsin. Amma bugün Rusiyanın tam deməli, təsirindən çıxmaqdan söhbət getmir. Hal-hazırda Paşinyanın gündəmində duran, yəni görsənən odur ki, əsas məsələ odur ki, bu təsirləri nisbətən azaltsın. Bir tərəfdən Avropa İttifaqı ilə bazarlıq eləyir. Bilirsiniz ki, 50 milyon avroluq artıq Ursula von der Leyen məsələ qaldırdı, artıq elan etdi ki, Ermənistana yardım paketi olacaq. Yeri gəlmişə bu paketdə Paşinyanın dediyi kimi, əgər deməli, sıfır vergi rüsumla Avropa İttifaqı bazarına Ermənistan mallarının çıxarılması da olarsanız ki, bu kifayət qədər hüquqi baxımdan problemli görsənir. Və digər dəstəklər olarsa artıq rahat bir şəkildə Rusiyanın iqtisadi təzyiqini müəyyən məndə neytrallaşdıra bilər. Bax, mənə ki, bugün Rusiya ilə Ermənistan arasında xarici ticarət dövriyyəsi 35%-dən çoxdur və kifayət qədər təsir imkanları var. Ona görə də biz bu prosesdə məncə tələsməməliyik. Onsuz da biz 6 ayda normallaşma prosesindəyik. Əslində tələsməlik, müəyyən vaxt verilməlidir. Amma mən düşünmürəm ki, biz siyasi mümkündür. Bilirsiniz, bizim əlimizdə ən böyük rıçaq nədir? Biz deyirik ki, sülh tam olaraq, qalıcı olaraq bərqərar olması üçün bu sənədləşməlidir. Müqavilə imzalanmalıdır. Müqavilə imzalanmamasının səbəbi dedik, konstitusiya dəyişikliklər edilməyib. Demək, bizim əlimizdə erməni cəmiyyəti üçün ən çox narahat edici məqam nədir? Təzədən sülh deyək ki, gündəmi sıradan çıxsın. Zaten mən bir daha demək istəyirəm, hamımız da bilirik ki, Paşinyanın bugün qələbə çalmasının ən böyük səbəbi odur ki, o cəmiyyətə açıq mesaj verdi. Ya müharibəni seç, ya sülhü seç. Mən sülhü seçirəm, gəl mənə səs ver. Hə, indi sabah elə bir vəziyyət yaransa, artıq bundan dəfələrlə cəhd edəsə ki, referendum keçirilsin, sülh tamamilə bərqərar olsun və buna deməli Kaçaryanın yaxud da Karapetyanın partiyası əngəl törətsə, bu da bir nəticədir. Bunu da gərək ictimai rəyi hazırlamaq lazımdır buna. Və əgər yenidən növbədən kənar seçki ehtimalı yaranarsa, Azərbaycan da burada təbii ki, öz işini görməlidir. Artıq sülh yoxdursa, mən niyə səndən sülh haqqında danışmalıyam, yaxud da normallaşmaya başlamalıyam və yaxud da deyək ki, müəyyən bizim indi... Bəs bu bizə təzyiqləri artırmayacaq? Yox, bizi nə təzyiq artıra bilər? Bizim mövqeyimiz, baxın, mən sizə deyirəm. Yəni, bu sülhü istəyənlər, sülhə o yana qoyuram, kommunikasiyanın açılmasını istəyənlər var. Yox, istəsinlər, onda həmin o istəyənlər, birinci təzyiq edənlər, üzr istəyirəm, 2020-ci ildə elədilər, 2023-də də elədilər. Biz o təzyiqlərə heç vaxt məhəl verməmişik, qoymamışıq, indi də verəsi deyilik. İkinci bir tərəfdən, bizim mövqeyimizi bütün dünya tanıyır. Hamı başa, siz baxın, son vaxtlar beynəlxalq ekspertlərin, xarici mətbuatın yazdığı nədir? Yazır ki, Azərbaycanın təbii var. Biz limana o qədər pul qoymuşuq, yola bu qədər pul xərcləmişik. Bizim alternativimiz də var da. Bizim Araz deməli koridorumuzda var, yeri gəlmişkən İran üzərindən də alternativimiz var. İkinci, bugün hal-hazırda bizim Bakı Tbilisi qaz işləv vəziyyətdədir. Bugün Elçin müəllim, biz elə bir məzəliyyətdə biz az da olsa geri çəkilsə, güzəşt eləsək, bu qədər səy göstərdik, bu qədər biz erməni birmənalı şəkildə razıyıq. 100 illər bundan qabaq da inan, yadınızdadır. Bəli, qətiyyən burada güzəşt 18-ci il mayın 29-unda İrəvanı verdik icariyə 100 illik, o adından ki, Ermənistan bizə heç vaxt ərazi iddiası sürməyəcək. Gəldi 2 ildən sonra, 3 ildən sonra Zəngəzuru aldı. Zəngəzuru verəndən sonra dedilər ki, yox, biz bundan bitirdik, bizə olmayacaq, ondan sonra zaman aldı. 29.000 kvadrat kilometr elə-belə erməni yaratmadı. Ona görə də tarixdən dərs götürmüşük artıq biz. Bax, bununla mən 2 əli razıyam. Elçin müəllim, biz indi çox güclüyük. Bizim onsuz da, yenə deyirəm, Zəngəzur koridoru onsuz da açılacaq. İndi burada siz trip layihəsinə eyham vurursunuz. Yəni, söhbət burada... O hissədən, yəni 42 kilometrdən gedirsən. Bəli, onda mən də sizə deyirəm, biz bunu, mən əminəm ki, məsələni belə qoyacaq.
Amerikanın bugün imkanı var, həm erməni diasporuna təsir etsin Amerikada olan, Bəli. həm də Paşinyan hakimiyyətinə təsir etsin, həm də mən heç şübhə etmirəm ki, onların hətta Samvel Karapetyanın və digərlərin partiyasından olan o deputatlara da bu vərəqə formada çıxışı var. Ən azından çoxunun kasetləri var. Aysa 6 səsi təmin etsin. Bir strukturları da var və təşkilatına təsir onu etsin. Bir də digər tərəfdən bilirsiniz, bugün Çarukyan qaçmaq istəyirdi. Niyə qaçmaq istəyir? Bir təzə sarhoş qalmağa gedir. Ay sağ ol. Çünki onun kifayət qədər orada məsələsi var. Əlbəttə. İstintaq orqanına cavab verməlidir. Adam işləməyə milyar Paşinyan nə bəyanat verdi bugün? Dedi ki, bütün partiya, müxalifət partiyanın rəhbərlərində mən cinayət işi açacağım. Bilirsiniz, bunlar belə deyil. Bunlar müəyyən mənada əsaslı olan, indi əsaslı, əsassızı onu biz daxili işlərdə gedib müzakirə etməyək. Amma istənilən halda bu təzyiq rıçaqıdır. Yəni istəsə eləyə biləcək. İstəsə eləyə bilər. Azərbaycanın da gücü etsinlər. Bugün kifayət qədər yetərlidir ki, həm ABŞ izah etsin, həm Avropa İttifaqına, həm digərlərini və bu kontekstdə